Amerika Birləşmiş Ştatları İranla növbəti dəfə hərbi deyil, iqtisadi sövdələşmə yolu seçməyə çalışır. Vaşinqton Tehrana xaricdə dondurulmuş milyardlarla dollar dəyərində aktivlərinin bir hissəsini sərbəst buraxılmasını təklif edib. Əvəzində isə İranın Hörmüz boğazından keçən gəmilərdən rüsum tətbiq etmək planından imtina etməsi istənilir. Sual yaranır. Vaşinqton niyə bu məsələni bu qədər həyati hesab edir? Məsələ təsadüfi deyil, çünki söhbət təkcə İranın mümkün yeni gəlir mənbəyindən deyil, qlobal enerji təhlükəsizliyinin əsas qapılarının birindən gedir. Dünya neft ticarətinin 20% bu boğazdan keçir. Eyni zamanda da dünya maye qaz ticarətinin təxminən 20% bu bölgədən keçir. Xüsusən də burada Qətər yerləşdiyinə görə və dünya maye neft qaz ticarətində əsas rol oynayan ölkədir. Və buna görə də bu boğaz enerji ticarəti üçün xüsusi vacibdir. Hörmüz boğazı İranla Oman arasında yerləşən Fars körfəzini Hind okeanına bağlayan cəmi 33 kilometrlik dar su yoludur və bu yolunda cəmi 3 kilometrlik hissəsi gəmilərin keçidi üçün yararlıdır. Dünyada dənizlə daşınan neftin təxminən 5də biri, mayeləşdirilmiş təbii qazın isə böyük hissəsi məhz buradan keçir. Yəni burada baş verən istənilən gərginlik təkcə regiona deyil, birbaşa dünya iqtisadiyyatına təsir edir. Məhz bu strateji əhəmiyyətinə görə Tehranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək planı beynəlxalq narahatlıq doğurub. İran bu yolla hər il təxminən 40 milyard dollar gəlir əldə edə biləcəyini hesablayır, lakin ekspertlər düşünürlər ki, bu rəqəm yalnız nəzəri hesablamadır. Çünki belə bir qərarın həyata keçirilməsi həm beynəlxalq hüquqi mübahisələrə, həm də qlobal enerji bazarında ciddi qiymət artımlarına səbəb ola bilər. İranın 40 milyard dollar qazanc əldə edəcəyi bu nəzəri hesablamadır, ilkin hesablamadır. Çünki birincisi Amerika və müttəfiqləri bu cür birtərəfli rüsumun tətbiq edilməsini qəbul eləmirlər, düzgün saymırlar, beynəlxalq hüquqa zidd olduğunu vurğulayırlar. Ona görə də həm də eyni zamanda nəzərə alsaq ki, rüsumun tətbiqi daşımaçılığa, sığorta haqlarına, daşıma tariflərinə ciddi təsir göstərə bilər, neft qiymətlərinə artırıcı təsir göstərə bilər. Bu baxımdan şərq ölkələrdə, Hindistan, Çində bu cür rüsumun tətbiqinə o cür ilıq baxmırlar. Körfəz ölkələrinin ixrac etdiyi xam neft və mayeləşdirilmiş təbii qazın böyük hissəsi məhz bu marşrut vasitəsilə dünya bazarına çıxarılır. Bu səbəbdən də boğazda yaranan hər hansı gərginlik neftin qiymətindən tutmuş, daşınma və sığorta xərclərinə nəticə etibarıyla qlobal inflyasiyaya qədər geniş təsir göstərir. ABŞ-nin təklif etdiyi sövdələşmənin arxasında isə daha böyük məqsəd dayanır. Vaşinqton hesab edir ki, İranın dondurulmuş aktivlərinin bir hissəsinin açılması müqabilində Hörmüzdə gərginliyi azaltmaq mümkün olsa, həm enerji bazarında sabitlik qorunar, həm də yeni hərbi qarşıdurmanın qarşısı alınır. ABŞ çalışır həlli o məsələləri açıq toqquşma səviyyəsinə gəndə çıxartmamaq. Ona görə təklif edib ki, indi pulunuz yoxdursa, o 6 milyard İranın vəsaiti Qatarda dondurulub, onları icazə versin ki, xərcləmək ancaq ABŞ-ın nəzarəti altında. Gündə adətən bir 100-dən çox gəmi keçirdi əvvəllər, indi 30-40. Əsas məqsəd ondan ibarətdir ki, Körfəzdə təxminən 2000-dən çox gəmi ilişib qalmışdı. Onların böyük bir hissəsini çıxartmaq oradan, ondan sonra düşünürəm ki, İranla söhbət çox sərt şəkildə olacaq. Amerika Birləşmiş Ştatlarının keçmiş diplomatları isə hesab edirlər ki, Vaşinqton İranla gərginliyi hərbi deyil, diplomatik razılaşmalar vasitəsilə azaltmağa çalışır. Bəs Vaşinqton bu düyünü necə açmağı düşünür? Trump administrasiyası hesab edir ki, hərbi eskalasiyanın enerji bazarı nə də region üçün çıxış yoludur. Buna görə də əsas üstünlük diplomatik razılaşmalara və iqtisadi təşviq mexanizmlərinə verilir. As has been widely reported, Bir neçə həftə əvvəl ABŞ və İran 14 bəndlik anlaşma memorandumu imzalayıb və hazırda həmin razılaşma icra olunur. Sənədə əsasən ABŞ və İran arasında atəşkəs, həmçinin Livanda döyüş əməliyyatlarının dayandırılması, Birləşmiş Ştatların İrana qarşı sanksiyaları ləğv etməsi və dondurulan aktivləri azad etməsi nəzərdə tutulur. Bunun müqabilində İran Hörmüz boğazından tranzitə qoyduğu məhdudiyyətləri aradan qaldıracaq. Lakin İsrail bu razılaşmaya qarşı çıxır və bu da Birləşmiş Ştatlarla İsrail arasında ciddi fikir ayrılığı yaradıb. Beləliklə, hazırda mübarizə təkcə Hörmüz boğazına nəzarət uğrunda getmir. Məsələ qlobal enerji marşrutlarının gələcəyi, beynəlxalq gəmiçiliyin təhlükəsizliyi və regionda yeni hərbi eskalasiyanın qarşısının alınıb alınmayacağı ilə bağlıdır. Lamiyə Xəqani qızı Ceyhun Hüseynli, İTV Xəbər.